Salam əziz müəllimlər, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə Güvən nəşrlərinin blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarının izahını verəcəm. Gəlin birinci sualımızla başlayaq. Deməli, verilmiş proqram nümunələrindən neçəsi tətbiqi proqram təminatına aiddir? Deməli, Linux'dur, Solaris'dir, bunlar əməliyyat sistemləridir. Excel, bəli, tətbiqi proqramdır. Adobe Firhəd tətbiqi proqramdır. Access və PowerPoint hər biri tətbiqi proqramdır. Excel, Access, PowerPoint Microsoft proqram paketinə daxildir. Cədvəl redaktorudur, VBIS-dir və təqdimat redaktorudur. Və bizdə Basic isə proqramlaşdırma dilidir, onun üçün bura aid deyil. Adobe Freehand isə qrafiki redaktorudur. Cavab olacaq 4 dənə proqram, yəni B variantı. İndi baxaq 62 nömrəli sualın nəsində. Deməli, buradan davam edək. B5 xanasında belə bir düstur yazılıb. Bunu D6 xanasına gətirməliyik. Burada qeyd elədim. Gəlin buradan bunun belə də keçid ardıcıllığına baxaq. Bir dəqiqə bunu ayarlayım. Burada 3 eləyək. Əla. İndi B-dən D-yə gəlirik, düzdür? B-dən D-yə gəlmək üçün biz C-nə keçirik, gəlirik D-yə. Bunun üçün sütun necə dəyişilir? Sütun 2 vahid azalır, artır da, belə deyək. Bu durumda buradakı sütunlara da eyni nüans tətbiq olunmalıdır. Və sətrə gəldikdə, baxın 5-dən 6-ya gəlmişiksə, demək ki 1 vahid artırmışıq. Sətirlərdə də bunu tətbiq edəcəyik. Bərabərdir. A-dan indi biz hara gələcəyik? A-dan sonra gəlir B. B qalacaq burada, keçid eləyəcək C-yə. Və 2-dən də 1 vahid artıracaq, gələcək 3-ə. Üzərinə gəlmiş. C-dən sonra gəlir D, D-dən sonra gəlir Y-yə. Və 7-nin üzərinə də 1 gəlirik 8-ə. Minus, baxın, bu işarə sabit saxlamaq üçün istifadə olunur. Yəni, bu sətrin və ya sütunun qarşısında dayanıbsa, həmin sətri sütunu dəyişdirmək olmaz. Burada sütunun qarşısında dayanıb. Baxın, bu işarə qalır sabit və 3-ün üzərinə 1 gəlirik, yazırıq 4. Vurulmuş. Burada sütun dəyişəcək artıq. B-dən gəlirik C-yə, C-dən gəlirik D-yə və burada artıq sətir sabitdir. Baxın, sətrin qabağında dayanıb bu işarə. Onun üçün bunu sabit saxlayırıq. Nəticə olacaq bu formada. Buna uyğun cavabımız harada var? Deməli, C3-dən gəlirəm. C3, Y8, D4, D2, C3, Y8, D4, D2. Bəli, cavabımız olacaq B variantı. Daha sonra Access aid belə bir sual nümunəsi verilib. Deməli, not yaşı 25-dən böyük, or maaşı 1000-dən kiçik. İndi qabağında bunun not varsa, deməli, yaşı 25-dən böyük götürməliydik normalda. Qabağında not varsa, bu işarə dəyişir. Yəni, 25-dən kiçik və bərabəri götürəcəyik artıq. Yəni, 25-dən böyük olmayanları götürəcəyik. Və indi burada or var, amma qarşısında not olduğuna görə bunun inkarı olacaq. Yəni, əndə keçid edəcəyik. Əvvəl və ya ilə yazırdıqsa cümləni, artıq əndə keçid etdiyimizə görə və ilə yazacağıq. Ona görə, misal üçün, elə A variantı gedəcək. Burada da maaşı 1000-dən kiçik deyil, biz də bunun əksini götürəcəyik. 1000-dən böyük və ya 1000-ə bərabər. Yəni, 1000-dən kiçik olmayan götürülməlidir. Deməli, və ya-ya görə bu da gedəcək. Və ya-ya görə bu da gedəcək. Burada yenə və verilib. Yaşı 24 və ya maaşı 1000-dən yuxarı olanlar. Baxın, burada yaşı 24 və ya 24-dən, əslində 24 deyil. Baxın, burada necə deyim? Yaşı 25-dən kiçik bərabərə tək 24 aid deyil axı. 25-dən kiçik bərabər nə qədər ədəd var. Onun üçün bu da düzgün bir variant deyil. Buna əsasən nəticəmiz olacaq C variantı. Yaşı 25-dən böyük olmayan və maaşı 1000-dən az olmayanlar. Və maaşı 1000-dən az olmayan. Tamamilə doğru bir variantı. Olacaq C variantı. Daha sonra deməli, belə bir sual nümunəsi verilib. Qonşuluq matrisinə əsasən A məntəqəsindən F məntəqəsinə gedən müxtəlif yolların sayını tapın. Verilmiş matrisə əsasən qrafı qurmaq mümkündür. Deməli, bu formada qururuq. Yəni, A məntəqəsindən hara yol var? B-yə, D-yə, Y-yə. Baxın, buna uyğun B-yə, Y-yə, D-yə oxları çəkirik. Digər məntəqələrdə həmçinin. Burada 1 yol var deməkdir. Yol var. 2 yol yoxdur deməkdir. O məntiqlə yolumuzu çəkirik və 1-1 qoyaraq A-dan F-ə ümumi yolların sayını tapacaq. Deməli, 1 buradan gəlirsə, 1 buradan gedəcək. Y məntəqəsinə bir də buradan 2 yol gəlirsə, 2 yol buradan gedəcək, 2 yol buradan gedəcək. C məntəqəsinə ikisi gəlirsə, 2 buradan, 1 buradan, 3-ü gəlirsə, 3-ü buradan gələcək, 3-ü də buradan çıxacaq. D məntəqəsinə 3, 1, 4 gəlirsə, 4-ü də buradan çıxacaq. Və nəhayətdə F məntəqəsinə 4, 2, 6, 7, 3 də buradan 10. 10 dənə yol gəlmiş olacaq. 4 üzərinə gəl, 2 üzərinə gəl, 1 və 3. Nəticə 10 alınmış olacaq ki, bu da bizdə D variantındadır. Daha sonra belə bir sual nümunəsi verilib. Aşağıda verilmiş kompüter parametrinə əsasən xarici yaddaşın həcminin operativ yaddaşın həcmindən neçə dəfə çox olduğunu müəyyən edin. Xarici yaddaşla operativ yaddaş. Okay. Xarici yaddaşı biz SSD ilə biləcəyik. Bu olacaq. Demək ki, xarici yaddaş 1 TB-dir. Əməli yaddaş isə bizdə DDR RAM bundan bilirik də. Yəni RAM-ın slotu DDR-dir. DDR-ə baxanda bilirik ki, bunun qarşısında olan rəqəm RAM-ın tutumudur. Yəni operativ yaddaşın, yəni əməli yaddaşın.
yəni müvəqqəti yaddaşın və s. Bundan nə qədər çox olduğunu bilmək üçün böləcəyik ikincinin həcminə, yəni 64 GB. Burada da 1 terabaytdan gəlirik GB, bunun üçün 2 üstə 10-a vururuq, olacaq GB bölünmüş 64, yəni 2 üstə 6 GB. Buradan da gigabaytlar gedəcək, 10 üstə 10'u, 2 üstə 10'u 2 üstə 6'ya böləndə 2 üstə 4 düşəcək, nəticə olacaq 16. Demək ki, 16 dəfə çoxlu cavab eləyəcək D variantı. Burada gigahertz, megahertzlər bu takt tezliyinin tutumudur. Bu qədər. Cavabımız buna əsasən D variantı. İndi C4 xanasında yazılmış bu cüstürü hansı xanaya köçürülə bilmərik? Gəlin hər birinə köçürməyə çalışaq. Bax, C4'ü bərabərdir. B3 üzərinə gəl D7. Köçürmək olmaz deyəndə nə nəzərdə tutulur? Bəzi xanalar var ki, burada alınacaq və biz onu Excel'də görməyəcəyik. Misal üçün, necə deyim, F0 deyilən bir xana yoxdur və ya F-1 deyilən bir xana yoxdur. Yəni, bu tip qiymətlər aldıqda biz deyirik ki, bu formada köçürmək mümkün deyil. İndi C4'dən biz hara gələ bilərik? Deyək ki, D2'yə gəlmək istəyirik. Baxırıq ki, C-dən D-yə gəlmişəmsə, bir dəfə artmışamsa, B-dən də C-yə gələcəm. 4'dən 2'yə gəlmişəmsə, 2 çıxmalıyam ki, 2'yə gəlim. Düzdür? 3'dən də 2 çıxacam, eləyəcək 1. Və D-dən bir vaxt artacam, Y-yə gələcəm. Deməli, Y-nin üzərinə 7'dən də 2 çıxacam, 5'ə gələcəm. Nəticədə olacaq C1, Y5. Bu alınacaq. Gayet normal. İndi D2'dən gəldi, indi B3'ə. C4'dən B3'ə gəlirik. C-dən B-yə gəlirəmsə, arxaya doğru gedəcəm. Aha, tamam. 4'dən 3'ə gəlirəmsə, yenə bir vaxt arxaya doğru gedəcəm. Gəlin bunu digər səhvədə tam detallı şəkildə işləyək. 2 dəqiqə burada qarışacaq. Aha, buradan davam edək. Deməli, C4 xanasına yazılmış düsturu qeyd etdim bura. İndi bura hara köçürəcəm? Bir dəfə D2'yə gətirəcəm. D2'yə gətirdikdə necə alırıq nəticəni? C-dən D-yə gəlirəmsə, B-dən də C-yə gələcəm. 4'dən 2 çıxıram ki, 2'yə gəlirəm. Mən də 3'dən 2 çıxacam, 1'ə gələcəm. Üzərinə gəlmiş D-dən deməli, gələcəm Y-yə və 7'dən də 2 çıxacam, gələcəm 5'ə. Buna köçürmək alınır. İndi gəlin B variantına baxaq. B3 xanasını köçürməyə çalışaq. B3'ə gəlsəm, C-dən B-yə gəlirəmsə, elə bir arxaya doğru gedirəm də sütunlardan. Tamam, o zaman B-dən də A-ya gələcəm. Burada olacaq A və 4'dən 1 çıxıram, 3'ə gəlirəm. Bu durumda 3'dən də 1 çıxıb 2'yə gələcəm. Üzərinə gəlinmiş. D bizdə necə olacaq onda? D-dən arxaya gələcəmsə C olacaq. 7'dən də 1 çıxacam, eləyəcək 6. Aha, demək ki, burada tam normal şəkildə köçürülmə baş vermiş oldu. İndi gəlin digər xanaya köçürmə edək. Deməli, D4'ə gələk buradan. D4'ə gəlmək üçün, baxın, sətirdə dəyişiklik olmayacaq. Sütun bir vaxt irəli gedəcək. Yəni, C-dən D-yə gəlmişəmsə, B-dən C-yə gələcəm. 3 qalacaq öz yerində. D-dən Y-yə gələcəm. 7 qalacaq öz yerində. Burada necə ki, sətir dəyişmir, digərlərində də dəyişdirməyəcək. Buna əsasən, bu da bizdə doğru bir köçürülmə alınmış oldu. İndi keçirəm Y2'yə. Y2'yi köçürmək mümkündürmü? Deməli, C-dən Y-yə gəlirəm, C-dən D-dən keçib Y-yə gələcəm də. Onda B-dən də hara gəlirəm? B-dən sonra C-dən keçərəm, D-yə gələrəm. 4'dən 2 çıxaram, 2 alaram. 3'dən 2 çıxsam 1 alaram. Və D-dən Y-dən keçərəm, F-ə gələrəm. 7'dən də 2 çıxaram, 5 yazaram. Əla, tam düzgün şəkildə D1 plus Y-F xanasına köçürülmüş oluram. İndi gələk F1 xanasına. Deməli, F1'ə köçürmək istəsəm bu düsturu. C-dən F-ə gəlmək üçün C, D, Y-ni arada qoyuruq. Gəlirik F-ə. Bu durumda B-dən misal üçün gələndə B, C, D-ni arada qoyacaq, gələcək Y-yə. Və 4'dən 3 çıxıramsa biz 1 alıram, düzdür? 3'dən də mən onda nə edəcəm? 3 çıxmalıyam. 3'dən 3 çıxanda burada 0 alıram. Y0 deyilən bir xana olmadığına görə, baxın, bu halda biz F1'ə köçürmə eləyə bilmirik. Bu səbəbdən cavabımız olacaq Y variantı. Ümid edirəm, aydın oldu. Bax, Excel'ə bir dənə nəzər yetirək. Baxırıq ki, orada sətirlər 1'dən başlanır. Yəni 0'dan başlanmır. Y1 deyilən bir xana var. Y0 deyilən bir xana yoxdur. Baxın, burada da gördüyünüz kimi 1'dən başlanır. Daha sonra İndi baxırıq bu suala. Verilmiş fayllardan neçəsinin həcmi ilə diskdə tutduğu həcm eynidir. Baxın, hansı faylların həcmi ki, klasterin həcminə tam olaraq bölünür, onlar eyni olacaq. Misal üçün, 24'ü götürək. Faylın öz ölçüsü 24 kilobaytdır. 24 kilobaytlıq bir faylı 8 kilobaytlıq neçə dənə klasterə yığa bilərik? 3 klasterə, doğru mu? Əgər bir klasterin tutumu bizdə 1 klasterin tutumu 8 kilobayt, bir klasterin tutumu bizdə əgər 8 kilobaytsa, onda 3'ünün tutumu nə qədər eləyəcək? X eləyəcək 24 kilobayt. Gördüyünüz kimi, faylın öz ölçüsü ilə diskdə tutduğu yeri birə-bir eyni olmuş oldu. İndi bir dənə rəqəm götürək, 8'ə tam bölünməsin. Deyək ki, 28'i götürdük. Bax, 28 kilobaytlıq bir faylı 8 kilobaytlıq neçə dənə klasterə yazaram? 3 tam onda 5 düşür. 3 dənə nə qədərsə düşür. Biz deyərik 4 dənə klasterə. Əgər bir klasterin tutumu 8 kilobaytsa, onda 4'ünün tutumu X-dan eləyəcək 32 kilobayt. Baxın, gördüyünüz kimi, faylın öz tutumu 28 olmasına baxmayaraq, diskdə 32 kilobayt yer tutdu. Buna əsasən deyirəm ki, faylın ölçüsünü elə götürün ki, klasterin ölçüsünə tam şəkildə bölünsün. Olacaq bizdə ona görə 24
32, 48. Yəni cavab olacaq B variantı. Daha sonra indi belə bir sual nümunəsi qeyd olunub. Access-ə aiddir bu da deyəsən. Deməli burada say domeninə görə ardıcıllıqla çeşidləmə etdikdə azalan ardıcıllıqla say domeni buradadır. Azalan necə yazaram? Ən böyük olacaq bizdə burada 15, 10-da. Daha sonra gələcək bizdə 11, 10 və 9. 15-in ID'si olacaq 4, 11-in ID'si olacaq 2, 10-un ID'si 1 və 5-in ID'si 5-in yox, üzrəsində 9-dur. 9-un ID'si 3. Nəticə 4, 2, 1, 3 alınmış olacaq. 4, 2, 1, 3 yəni A variantı. İndi baxaq bu sual nümunəsinə. Aşağıda verilmiş qraf üçün qonşuluq matrisindəki sıfırların sayı ilə birlərin sayının fərqi. Yox, nə qədər çox olması soruşulur. Tamamdır. Aha, deməli biz qraf nümunəsində sıfırların, birlərin tapılma qaydasını bu düstura əsasən işləyirdik. Deməli, birinci nə edirik? Təpənin kvadratının sayını tapırıq. Bizdə təpə sayı nə qədər eləyəcək? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, təpə sayı bizdə 8-dir. Bu durumda təpənin kvadratı eləyəcək 64. Bunu yazdım. İndi sıfırların sayı və birlərin sayı tapılmalıdır buradan. Biz sıfırların sayını bilmirik. Amma birlərin sayını bu qrafdan görə bilərik. Necə? Baxın, burada tillər verilib bizə. Deməli, tillərin özünü biz belə deyək, birlər kimi görürük. Yəni, əgər qövs olsaydı, qövs deyirəm, üzərin sayını, qövs verilib, daha doğrusu üzr sayını səhv vurğuladım. Bizə dəqiqə, bax, bizə burada qövs verilib. Qövs verildikdə bunun özünü biz birlər kimi qeyd edirik. Əgər adi til verilsəydi, o zaman bu halda biz bunu 2-yə vurub birləri tapacaqdıq. Burada biz bundan istifadə edəcəkdik. Amma burada til olmadığına görə, qövs olduğuna görə biz bunun sayını ümumi birlərin sayı kimi götürmüş olacaq. Nəticə burada neçə olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. Aha, demək ki, bizdə 15 dənə 1 var. Buradan sıfırların sayı bizdə nə qədər eləyəcək? 64-dən çıxacaq 15-i. Nəticə burada eləyəcək. Deməli, 64-dən 15 çıxsa eləyəcək 49 və sıfırların sayı 49-dur. Birlərin sayını da biz bayaq tapdıq 15-dir, düzdür? Bu durumda sıfırların sayı birlərin sayından nə qədər çoxdur deyirsə, 49-dan da çıxacam 15-i, nəticə bizə verəcək 34-dür. Yəni, bizdə olacaq burada cavab A variantı. Daha sonra İndi Excel-ə aid belə bir sual nümunəsi verilib bizə. Deməli, aşağıdakı cədvəl nümunəsində D2 xanasına yazılmış düstur D sütunundakı digər xanalara köçürüldü. Aha, D2 xanasına yazılmış düsturu müəyyən edin. Deməli, burada necə bir düstur yazılıbsa, D2 xanasının qiyməti bizdə 9000 olub. İndi baxaq, endirim faizi var, burada qiyməti var və məhsulun sayı var. Aha, deyək ki, məhsulun qiyməti bizdə 1000-dir, düzdür? 1000-in 10% bizdə nə qədər eləyir? 1000-in 10% bizdə eləyir 100. Aha. Demək ki, məhsulun öz dəyərindən, yəni 1000-dən onun 10%-ni çıxsam, məhsulun 9000 dəyəri eləyəcək. Məhsulun dəyəri eləmiş olacaq. Demək ki, mən necə yazaram burada düsturu? Bax, mən nə elədim? Hansı xanaların qiymətlərindən istifadə elədim? Deməli, burada B2-dən istifadə elədim. Burada endirimli qiymətdən, endirimli qiymət də bu formada hesabladım. Bunun üçün mən hansı xanalara müraciət elədim? B2-yə. Bunu vurdum 10. 10 hansı xanadadır? B6-da. B6-da və bunu da böldüm 100-ə. Aha, baxın, belə bir hissədən istifadə elədim və daha sonra da B2-dən həmin o hissəni çıxdım. Yəni, yazdım belə, B2 çıxılmış, B2 vurulmuş, B6 bölünmüş 100. Belə bir nüans qeyd elədim. İndi buna uyğun mən görək digər xanalarda da qiymət əldə edə bilirəmmi? Misal üçün bu xana, bu bizdə deyək ki, D2 xanasındadır da. Bunu D3 xanasına gətirsəm, burada düsturumuz necə olacaq? Olacaq belə, baxın, B2 olacaq. B2 yox, üzr istəyirəm, B3 olacaq. Artıq burada bu qiymətlər üzərindən hesablama aparmalıyam. B3 minus B2 vurulmuş B6 var burada. Bunu mən B2 yenə B3 eləyim, amma B6-ya onsuz da sütun üzrə dəyişilmir, amma sətr üzrə dəyişiləcək. 2-dən 3-ə gəlmişəmsə 6-dan 7-yə gedəcək. Getməməsi üçün mən bura dollar qoyub 7-ni yazdım. Niyə deyə soruşsa? Çünki B7 deyilən bir xana yoxdur. Eyni zamanda mən həmişə endirim faizini onunla hesablamalıyam. Ona görə burada onu götürməliyəm. Yəni, hər dəfəsində o B6 xanasından istifadə eləməliyəm. Bu səbəbdən B7 olmasın deyə mən dollar qoyuram. Burada da yazıram B6. Və bölünmüş 100.
Bu da məhsulun belə deyək də ümumi qiymətidir. Bir dənəsinin qiymətini də bunun sayına vurmalıyam. Yəni vurmalıyam. Burada misal üçün vurmalıydım. Deməli C2-yə, burada da vurmalıyam C3-ə. Ardıcıllıq bu formada getməlidir. Buna uyğun bizdə variantı necə əldə edək onda? Deməli B2 minus bilirsiniz necə? Yəni sütunun onsuz da dəyişmir. Sütunun qabağında dollar qoymağın mənası yoxdur. Sütun zaten dəyişmir. Baxın, B-lər onsuz da dəyişməyəcək də. D2-dən D3-ə gəlirəmsə sütun dəyişimliyi olmur ki. Onun üçün bu B-lərin qabağında yox olmamalıdır. Amma sətrin qabağında olmalıdır. Buna əsasən cavabımız baxın D variantı alınır. Eyni bizim qaydamızla nəticəni əldə etmək mümkündür. Yəni bu düsturdan istifadə edərək ümumi D üzrə bütün xanalarda nəticəni əldə etmək mümkündür. Daha sonra indi baxırıq bu sualın nəsinə. Deməli A3-ə baxıram. A3 bizdə neçədir? A1 plus A2 bölünmüş C1. Yazıram. A1 plus A2 bölünmüş C1. Daha sonra C1'ə baxıram. Burada yazılıb A2 vurulmuş 3. B tam yerindədir. C2'yə baxıram. B1 vurulmuş A3 yazılıb. Yəni sadəcə düsturları burada yazıram. Heç bir dəyişiklik etmirəm hələ ki. Və indi D-ni də buradan qeyd edim. D1 bərabərdir. Sam A1 qoşa nöqtə C1 vurulmuş C2. Baxın, belə bir nüansı qeyd edirəm burada. İndi gəlin bu xanaların bir-bir qiymətlərini hesablayaq. C1 bizdə neçə olacaq? A2 vurulmuş 3. A2 bizdə 2-dir. 2-ni vuracaq 3-ə, bu bizə verəcək 6. C2 bizdə B1 vurulmuş A3'dir. B1 bizdə 3'dür. A3 bizdə, A3 bilinmir. Tamam, A3 hesablayaq. Bir dəqiqə. Aha, B1 vur A3 bizə nəyi verir? B1 burada 3'dür. A3'ü bilmədik. A3 hesablamalıyıq. A1 plus A2 4 üzərinə gəlinmiş 2 bölünmüş C1. C1 bizdə oldu 6. Aha. 4 üzərinə gəlib eləyəcək 6. 6'ını 6'ya böləcək olacaq 1. İndi burada B1 vur A3 bizə nəyi verəcək? B1 3'dür. A3 1'dir. 3 dəfə 1 eləyəcək 3. Aha, belə bir nəticə əldə elədik. İndi D-yə tətbiq edəcəyik bunu. Tamamdır. İndi sam bizdə cəmləmə funksiyasıdır. Əgər belə aralıq yazılıbsa, o deməkdir ki, A1, B1, C1 bu qiymətləri cəmlə və sonra da C2-yə vuracaq. İndi bunun dəyəri neçə olacaq? A1-dən C1-ə kimi, A1-dən C1-ə kimi. Deməli 4, 3, C1-in də dəyəri 6-dır. 4 plus 3 plus 6 vurulmuş C2. C2-nin dəyəri bizdə 3-dür. 10, 13 vurulmuş 3 bizə verəcək 39-u. İndi gəlin bunu D2-yə köçürək. D2'yə gəldikdə baxın sütun dəyişməyəcək. Yenə sətr üzrə bir vahid artım gedəcək. Burada yenə sam funksiyanın özünü yazıram. A1 A-nı yazacağım öz yerində. 1'i bir vahid artıracağım. Olacaq 2. C-ni saxlayacağım. 2 vahid, bir vahid sətri artıracağım. Olacaq C2. Və vurulmuş. C zaten dəyişilmir. Sətri dəyişməyə də buradakı bu işarə icazə vermir. Ona görə C2'yə yenə müraciət edəcək. A2 C2 intervalı A2-dən C2'yə qədər. Deməli 2 üzərinə gəlinmiş B2'nin qiyməti 5. Bu A2'dir, bu B2'dir və bir də burada C2'də var axı. C2 də bizdə 3'dür. Vurulmuş yenə C2, yəni 3. Nəticə bizdə olacaq 5, 3, 8. 2 də buradan eləyəcək 10. Vurulmuş 3, nəticə eləyəcək 30. İndi gəlin bunu D3 xanasına gətirək. Bu zaman sam A3, C3 və vurulmuş C2 olacaq yenə. Nəticədə A3, C3 intervalı. A3'də bizdə 1'dir nəticə. Vurulmuş yox, üzərinə gəlmiş. B3 bizdə 0'dır. B3 0'dır və C3 isə 7'dir. Aha, bu da vurulmuş C2'yə. C2 bizdə neçə idi bayaq? 3 idi. Aha, 7 bir eləyəcək 8. Bunu da 3'ə vuranda nəticə olacaq 20'dir. Bizdən hansı xananın qiyməti istənilir? D3 xanasının. D3 olacaq bizdə 24, yəni Y variantı. Daha sonra aşağıda verilmiş fraqmenti kodlaşdırmaq üçün mümkün ən kiçik əlifbadan istifadə edilmişdir. Aha, minimal əlifbanı tapmaq üçün təkrarlanmayan simvollardan hərəsinə birini götürmək lazımdır. Gəlin baxaq. Deməli, bir dənə böyük Y hərfini götürürəm, balaca A hərfini götürürəm, Ş hərfini götürürəm. Artıq buradakı A-nı götürmüşəm. Buradakı Y-ni, buradakı A-nı, buradakı Ş-nı, buradakı A-nı götürməyəcəm. Bir dənə də vergül simvolu var. Vergülün birini də götürdüm, buradan götürməyəcəm. Ç hərfini götürəcəm, O hərfini götürəcəm, X hərfini götürəcəm, gedəcək buradan. Yaşa yenə götürülməyəcək. E götürüləcək, amma Y götürülməyəcək. Ş hərfi götürülüb, A hərfi götürülüb, N götürülməlidir, L götürülməlidir, I götürülməlidir. Daha sonra boşluq götürülməlidir, boşluğa götürülməmişdir və böyük A götürülməmişdir. Z hərfi yoxdur, tamam olsun Z. Ə
varmı bizdə? Ə də yoxdur. Yazaq əni. R yoxdur, yazırıq R-nı. Azər, B-ni yazmalıyıq. A vardı, Y vardı, A vardı, N vardı. Nidanı götürəcəyik. Bir dənə C da yoxdur. Deyəsən C-ni də əlavə edirik. Aha. İndi burada neçə simvol əlifba olur onda bizdə? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 simvollu əlifba olur. Simvollu əlifba. İndi burada məsələ nədir? Fraqmentin ümumi həcmini müəyyən etmək lazımdır. Gəlin bunu Word-də yazaq. Neçə dənə simvoldan ibarət olduğunu tapa bilək. Bircə dəqiqə, bax bunu Word-də yazsam. Yaşa, yaşa, çox yaşa. Necə yazılıb? Arada boşluq vergül necədir? Gəlin də o bir hissədən götürüm. Yaşa, yaşa, çox yaşa. Ey şanlı Azərbaycan. Aha, burada söz gedən o simvollar yığınını yığdım və burada simvol sayına baxmaq üçün bura toxunuram. Baxın, bizdə 39 dənə boşluqlarla bir yerdə ümumi simvol sayı var. Bunu özüm saymayayım deyə yığdım. Deməli, ümumi 39 dənə simvol oldu və o simvol hansı əlifba ilə kodlaşdırıldı? 19 simvolu əlifba ilə. Deməli, simvol sayı bizdə oldu 39 və 19 simvolu əlifbadır. Bir simvol yaddaşda nə qədər yerdir? 19 yerləşir 2 üstü 4 ilə 2 üstü 5-in arasında. Yəni, nəticə olacaq 5 bit. İ də bizdə neçə oldu? 5 bit oldu. Doğru mu? Buradan həcmi tapmaq üçün həcm bərabərdir simvol sayı vurulmuş ibit düsturundan istifadə edəcəyik. Buradan simvol sayı nə qədər eləyəcək? 39. İ də bizdə eləyəcək 5 bit. Nəticədə 39 dəfə 5 bizə 195 biti vermiş olacaq. Cavab olacaq Y variantı. Daha sonra indi fayl yolunun ardıcıllığına baxaq. Deməli, ulduz mətn faylının güvən qovluğunun daxilində yerləşən kurs alt qovluğunda olduğu məlumdursa, deməli, ulduz faylın adıdır. Bunun genişlənməsi mətn faylıca textdə olacaq. Deməli, bu bizdə ayrılmaz parçadır. 2, sonra gəlir 1. Və ən sonunda bu gələcək. Buna əsasən D variantı ələndi. İndi bu deyir ki, güvənin daxilində yerləşən kursun içərisindədir. Demək ki, burada bir dənə güvən var. Burada da bir dənə kurs var. Bu da bunun daxilindədir. İndi burada güvən bizdə neçə olacaq? 3 olacaq. Bu drop işarəsi 5-dir. Kurs bizdə neçədir? 6-dır və drop yenə 5-dir. Ardıcıllıq belə getməlidir. Baxın, 3, 5, 6, 5, 2, 1. 3, 6, 3, 5, 5 yox, 3, 5. Burada bu səhvlik var. Bu da çox qısadır. Burada da olmayacaq. 3, 5, 6, 2, 1 yox. 6, 5, 2, 1. Bu da gedir. Cavab çox ehtimal C variantıdır. Güvəndən əvvəldə bəli, bizdə olmalıdır C diski. Yenə burada olmalıdır bir dənə 5. Burada da olmalıdır 4. C qoşa nöqtə. Bəli, bu ardıcıllığa əsasən nəticəmiz olacaq C variantı. Daha sonra RGB standartında belə bir təsvir hazırlanıb. Eni və uzunluq 2 dəfə kiçildikdən sonra CMYK-yə keçirildikdə həcm necə dəyişər? Aha, gəlin bu sualı müzakirə edək. Deməli, bizim qrafik informasiyada da doğrusu kodlaşdırma düsturu belə idi. A vurulmuş B, vurulmuş I bit bərabər həcm. İndi deyir ki, RGB standartında belə bir ölçüdə təsvir kodlaşdırılır. Aha, RGB-də bir pikselin həcmi, gəlin açıq aydın yazın burada. RGB-də bir pikselin həcmi bizdə 3 baytdır. CMYK-da isə 4 baytdır deyil, CMYK-yə keçirilib, onu əsasən yazıram, 4 baytdır. İndi bir dəfə RGB ilə hesablayacağım, bir dəfə CMYK-lə, daha sonra da qısa yolla gedəcəm. İndi gəlin uzun yolu gedək. Uzun yol belədir, H bərabərdir. Baxın, bu məlumata qədər, bura qədər bu məlumatın həcmini tapırıq. RGB-də 3 bayt götürürük, yəni IBT. Vururuq pikselin həcminə, yəni 2 üstü 9 vurulmuş 2 üstü 10-a. 512 və 1024. Buradan nəticəni alıram 3 vurulmuş 219 bayt. Bunu da kilobayta keçirsək 2 üstü 10-a bölməliyik. Buradan olacaq 9 ilə 19 gedəcək. Qalacaq 2 üstü 9 vurulmuş 3. Niyə 5 yazdım? Buradan yazıram 3 kilobayt. 2 üstü 9 bizə verəcək 512-ni. 512-ni də vursam 3-ə nəticəni alacağım 1536 kilobayt. İndi bizə nə deyir? Bu deyək ki H1-dir. H2-də isə bizə deyir ki, CMYK-yə keçirilib. Yəni, burada 4 baytla hesablanıb və təsvirin eni və uzunu 2 dəfə kiçildilib. Eni də uzunu da kiçildilib. Tamam o zaman. 512 2 dəfə azalsa 256 olacaq. 1024 2 dəfə azalsa 512 olacaq. Deməli, bu dəfə piksel sayını 256, yəni 2 üstü 8 və 512 2 üstü 9 götürməliyik. Buradan 2 üstü 8, 9, bu bizə verəcək 2 üstü 17-ni. Yazıram, 4 vurulmuş 2 üstü 17 bayt. Bunu da kilobayta gətirəndə 2 üstü 10 onu bölürəm də, 17 yox, 10. Bunlar gedəcək, alacaq sürətdə 2 üstü 7 vurulmuş 4.
2 üstü 7 bizə verəcək 128'i. Bunu da 4'e vuranda 128 vurulmuşdur. Nəticə bizə verəcək 512 kilobaytı. İndi necə dəyişiləcək həcm? Əvvəl 1536 idi. Sonra 512'ye gəldi. Bunun üçün nə edəcəm? Baxın 1536-nı böləcəm 512. Nəticə bizə nəyi verəcək? 3 dəfəni. Demək ki 3 dəfə azalıb. Əvvəl bu idi. Bu dəyişimlərdən sonra bu formaya gəlib. Nəticədə 3 dəfə azalmış olur. Bu halda biz nə etdik? Hər bir məlumatlara əsasən ayrı-ayrılıqda həcmi tapdıq. İndi gəlin qısa yolla getməyə çalışaq. Bax bizdə əvvəl RGB-də idi. Bu RGB-dən CMYK-yə gəlibsə, elə bilin ki 3 bölünmüş 4 olub. Düz deyil. Və daha sonra deyir ki, eni və uzunu 2 dəfə azalıb. Aha. Deməli, bax, belə deyim, yox, əslində qısa yolu necə getmək olar? Burada əvvəl 512 vurulmuş 1024. Yox, bunu açıq aydın hesablamaq lazımdır. Qısa yolla getmək biraz alınmayacaq. Bilirsiniz, baxın bunu deyək ki 3 bölünmüş 4 qədər burada azalma qeyd olundu və eni və hündürlüyü də 2 dəfə kiçilib. Onda həcm də bizdə 2 dəfə kiçiləcək. Böləndə 2-yə bu bizə neçə alınır? 3 bölünmüş 8 alınır. Yox, burada biz nəticəni əldə etmiş olmuruq. 4-dən 3-ə gəlir və 4-dən 3-ə gəlir deyə düşünsək, yenə də burada biz düzgün nəticəni almayacaq. Əvvəl 3 idi, sonra 4'e gəlir. Burada bir artım qeyd olunur. Aha, bunu 4 bölünmüş 3 kimi götürürəm. Daha sonra isə bu bizdə 2 dəfə, hərəsi 2 dəfə azalır axı. Hərəsi 2 dəfə kiçilir. Vurulmuş 2, vurulmuş 2 götürürəm. Bu halda isə bununla bu gedəcək, qalacaq 2, bununla da bu gedəcək. Baxın 1 bölünmüş 3 alınır. Bəli, 3 dəfə azalır. Baxın biz bunu qısa yolla belə düşünə bilərik əslində. Baxın, məsələ nədir? Əvvəl bizdə RGB-də idi, düzdür. 3-dən 4'e gəlibsə, burada bir artma qeyd olunur, düz deyil. Deməli 3-dən 4'e gəlib və artma qeyd olunursa biz bunu 4 bölünmüş 3 kimi yazırıq. İndi bizə deyir ki, əvvəl deyək ki h idi. İndi necə olub? H vurulmuş 4 bölünmüş 3 və eni və hündürlüyündə hərəsində 2 dəfə azalıb. Elə bu da 2 dəfə azalıb, bu da 2 dəfə azalıb. Onda həcm də 2 dəfə azalacaq. 4 dəfə daha doğrusu. 2 dəfə buna görə, 2 dəfə də buna görə. Həcm 4 dəfə azalırsa, burada nə qalır? H bölünmüş 3. Əvvəl H idi, indi oldu H bölünmüş 3. 3 dəfə azalır. Bu formada da düşünmək olar. Cavab buna əsasən A variantı olacaq. Ümid edirəm, fikrim aydındır. Daha sonra baxaq bu suala. Deməli, belə bir sual nümunəsi verilib bizə. Hər düyümdə 100 pikseldir və diaqonal ölçüsü 50.8-dir. Aha, deyək ki, bu bizim monitorumuzdur. Kiçik bir monitor çəkək, çox da böyütməyək. Bunun diaqonal üzrə ölçüsü bizdə deməli, bu ölçü bizə verilib 50.8 metr. Tamamdır. Burada yazıram 50.8 santimetr. İndi hər düymə düşən 100 dənə piksel var. Deməli, bir düymə, hər düym bir düym deməkdir. Bir düymə 100 piksel düşür. 100 piksel düşür. İndi monitorun diaqonalında olan piksel sayını müəyyənləşdirin. Bunun üçün nə etməliyəm? Bu santimetri düymə gətirməliyəm. Əgər bizim bir düymümüz qaydadır da bu 2,54 santimetrdirsə, onda 50,8 santimetrimiz neçə düym olacaq? X sayda düym olacaq, düzdür? Bunun üçün 50.8-i tənasübə əsasən 2,54-ə bölürəm. Yazıram x bərabərdir 50,8 bölünmüş 2,54. Nəticəni alıram 20 düym. Aha. İndi baxın, bu 20 düym bizim bu diaqonal üzrə düymümüzün ölçüsüdür. Əgər bir düymə 100 piksel düşürsə, onda 20 düymə nə qədər piksel düşəcək? X bərabərdir 2 yanında 3 dənə 0. 2000 piksel. Cavab olacaq C variantı. Ümid edirəm, aydın oldu. Daha sonra düzgün yazılmış fayl adını müəyyən edin. Fayl adında bəzi qadağalar var idi. Buna əsasən deməli dedik ki, böyük-kiçik işarəsi olmaz, drop olmaz, sual işarəsi olmaz. Deməli qoşa nöqtə yoxsa bu işarəyə yer var idi, bu işarə problem deyildi, amma qoşa nöqtə olmazdı. Cavab olacaq D variantı. Daha sonra davam edirəm növbəti sual nümunəsi ilə. Deməli, indi gəlin diaqramın tərəflərini müəyyənləşdirək. 2 dəqiqə bunu buradan götürüm. Demək ki, diaqramda bizə necə bir nəticə verilib? Baxırıq ki, bax, bunun iki tərəfi bir-birinə bərabərdir. Biri onların yarısı qədərdir. İndi bizim də cavablarımız buna uyğunlaşmalıdır. Bax, diaqramı qoyuram bura. Rəqəmlərə fikir vermir, ya faizlərlə uyğunlaşdırırıq. O baxımdan deyirəm. Deməli, burada A2-nin dəyəri neçə olacaq? B1 plus C1, B1 ilə C1, yəni 5 üzərinə gəlinsin 3, vurulsun 2. 5 3 eləyəcək 8, 2 dəfə 8 bizə verəcək 16-nı. İndi baxaq B2-yə. B2 bərabərdir. B2 bərabərdir. A1 vur 2. A1 bizdə 5'dir. Bunu 2'yə vuracaq, bu bizə verəcək 10. Doğru mu?
Və indi C2-yə baxıram. C2 bərabərdir. A1 vurulmuş 2 plus 10. A1 neçədir bizdə? 5. Vurulmuş 2 üzərinə gəl 10. 5 təfkik eləyəcək 10, 10 eləyəcək bizdə 20. Oy, bir dəqiqə. 10 eləyəcək bizdə 20. İndi burada axı qiymətlər tamamilə anormaldır. A2, C2 diapazonuna uyğun qurulmuş diaqrama əsasən C1 xanasının dəyərini müəyyən edin. C1 xanasının dəyərini müəyyən edin. Çox üzr istəyirəm. Axı A2-də B1 plus C2 yazılıb. C1 yazılıb. Bir dəqiqə. Burada mənim səhvim var. Deyirəm, axı, burada necə oldu? Axı, C1-dən asıllıq yaranmadı. Bir dəqiqə, çox üzr istəyirəm. Deməli, məsələ nədir? Bax, A1-də nə yazılıb? B1 plus C1. B1 bizdə 3-dür. Üzərinə gəlmiş C1-i bilmirəm. Vurulmuş 2. Baxın, A1-in dəyəri budur bizdə. İndi bizə deyir ki, C1-in yerinə nə yazsaq? Bax, bu deməli A2-nin qiymətidir. Bu A2, B2, A2, B2, C2 üçün belə bir diaqram yaranar. Bax, məsələ nədir? Bayaq nə dedim? Dedim ki, iki tərəf bir-birinə bərabərdir. Bir tərəf onun yarısıdır. Biri 10, biri 20-dirsə, demək ki, üçüncü tərəf bizdə 20 olmalıdır. Yəni, 3 üzərinə gəlmiş C1 vurulmuş 2 bizdə mütləq 20 olmalıdır ki, iki tərəf bir-birinə bərabər olsun, 10 da onların yarısı olsun. Buna əsasən C1-i müəyyənləşdirsək, 3 üzərinə gəlinmiş C1 bərabər 10. C1 bizdə neçə olacaq? 10-dan çıxacaq, eləyəcək 7. Həqiqətən də 7-ni qoysam bura, 7 3 eləyəcək 10, 2 dəfə 10 eləyəcək 20. Görsünüz, iki tərəf bir-birinə bərabər oldu 20-lər və 10 da onların yarısı oldu. Demək ki, C1-in dəyəri bizdə 7 olmalıdır. Yəni B variantı. Daha sonra görək bu mətnə nələr tətbiq olunub. Deməli, baxın, bu maylı yazılış var. Demək ki, Ctrl-I tətbiq olunub. Daha sonra bu qalın yazılış var. Demək ki, Ctrl-B-də tətbiq olunub və baxırıq ki, bu bizdə mərkəzdə yazılıb. Yəni, sanki başlıq kimi qeyd olunub. Onun üçün Ctrl-Center-də, Ctrl-Y-də tətbiq olunub. Cavab olacaq buna əsasən A variantı. Justify hər iki tərəfdən düzləndirmədir. Onun üçün hər iki tərəfdə bu formada olmalıdır nəticə. Onun üçün Justify deyil. Ctrl-Justify ilə Ctrl-Y eyni anda tətbiq olunmur. Axı, bunun ikisindən biri tətbiq olunacaq. Bu da getdi. Və Ctrl-Right var. Ctrl-Right və ya Left var. Baxın, right və ya left olsa, iki tərəfdən biri belə düpbədüz olmalıdır. Yəni, left olsa soldan dümdüz olmalıdır. Right olsa sağdan dümdüz olmalıdır. Bu da olmadığına görə cavab olacaq A variantı. İndi, bu tənliyin yazıldığı say sisteminin rəqəmlərinin cəmini müəyyən edin. Tamamdır. Deməli, 23-ün üzərinə gəliblər 34-ü, nəticəni alıblar 60. Say sistemin əsası neçə olar? 4-ün üzərinə 3 gəliblər 7, 7-ni yazmayıblar. 7-dən bir dənə 7 çıxıblar, 0 yazıblar 1 yadda. 3 2 eləyib 5, bir də buradan eləyib 6. Aha, ədəd olub 7-lik say sistemi. İndi bizə nədir? Yazıldığı say sisteminin rəqəmləri cəmi. Burada zaten bir dənə rəqəmdən ibarət say sistemi aldıqda, bunun rəqəmləri cəmi ilə 7-ni verər də. Nəyə verəsidir? Necə yəni rəqəmləri cəmi? Say sisteminin rəqəmlərinin cəmi. Say sistemlərinə aid olan rəqəmlərin cəmi. Üzrü sayın. Bax, 7-lik say sisteminə hansı rəqəmlər daxildir? 0, 1, 2, 3, 4, 5, 6. Bunların cəmini istəyir. Say sisteminin rəqəmləri. Aha, əla. Deməli, 3, 2, 1, 3, 3 buradan eləyəcək 6, 4 buradan eləyəcək 10, 5, 6 eləyəcək 11. Nəticə bizə 21 verəcək. Bəli, üzrü sayın. Mən səhv düşündüm. Cavab olacaq 21 D variantı. Deyirəm, baxın, 7-nin necə bir rəqəm cəmi ola bilər. Nəysə, 2 GB-ın 8-də bir hissəsi 4 GB-in 132-də bir hissəsindən neçə dəfə çoxdur? Tamam, o zaman hər ikisini nəyə gətirək bunların? Hər ikisini gətirək bayta. Yox, bitə. Hər ikisini bitə gətirək. Birinci, 2 GB-dan başlayaq. Deməli, GB-dan bitə gəlmək üçün nə edirəm? Böyüdən kiçiyə gəlirəmsə vururum. 2-ni vuracam 233-ə. Nəticə bizə verəcək 234 biti. Burada olacaq 234 bit. İndi bunun 8-də bir hissəsini tapıram. Vururam 8-də 1-ə. Burada olacaq 234 vurulmuş 203 də 1. Yəni 34 ilə 3 gedəcək, qalacaq neçə? 231. Aha, indi. 231 burada alındı. İndi gəlin 4 GB-i gətirək. 4 GB-i də biz bitə gətirmək üçün yenə böyüdən kiçik gəliriksə vururuq. Deməli, bit, gigabit, bit, kilobit, megabit, gigabit. 10, 20, 30. 230-a vuracam. Deməli, 4-ü vurmalıyam 230-a. 4 özü 202 deməkdir. Bunu vuranda 230-a nəticə bizə verəcək 232-ni. Bunun da 32-də bir hissəsini tapmalıyam. Yəni, vurmalıyam 205 üstü 1-ə. Buradan da 32 ilə belə deyək də 5 gedəcək. Bölmə zamanı üstlər çıxılır axı. Nəticədə bizdə qalacaq 227. İndi deyir, bu bundan nə qədər çoxdur? Neçə dəfə çoxdur? Bunun üçün 231-i bölərəm 227-yə.
Yəni bu durumda əsaslar eynidirsə üstlər çıxılacaq. Nəticə bizdə olacaq 2 üstü 4. Demək ki 2 üstü 4 yəni 16 dəfə çoxdur. Cavab eləyəcək buna əsasən A variantı. Ümid edirəm aydın oldu. Daha sonra bu suala baxaq. 20 səhifəlik elektron faylın hər səhifəsində 64-64 ölçülü təsvir və ASCII kodlaşdırılmasında 2048 simvolluq mətn var. Təsvirin kodlaşdırıldığı standartın CMYK olduğu məlumdursa, faylın həcmi müəyyəndir. Tamamdır. Deməli, 20 səhifəmiz var ümumi. Burada həm qrafika var, həm də mətn var. Hərəsini ayrı-ayrı hesablayaq. Qrafikanın həcmini tapmaq üçün A vur B-ni və CMYK-nın rəngçalarını götürəcəm. Demək ki, A vur B bizə verilib 64 vur 64. Yəni 2 üstə 6 vur 2 üstə 6. CMYK-da da bir pikselin həcmi 4 baytdır. Vururam bunu 4 bayta. Və bizə deyir ki, bax bu qrafiki təsvir bizdə 20 səhifədədir. Onun üçün bunu da vururam 20-yə ki, ümumi həcmini əldə edeyim. Nəticədə bizə necə bir nəticə alınacaq? Deməli, 20-ni saxlayıram öz yerində. 6, 6, 12, 2 də buradan eləyəcək 214. Yəni 2 hardan gəlir? 4 özü 2 üstə 2 deməkdir. 6, 6, 12, 2 də buradan 14 verir. Əsaslar eyni, süslər toplanır onun əsasən. Baytdan da gələndə kilobayta 2 üstü, deməli, baytdan kilobayta 10-a bölürəm. Nəticədə sürətdə alınır 2 üstü 4 vurulmuş 20. Yəni 16 vurulmuş 20. Nəticədə 32, 320 kilobayt alınmış olur. İndi mətnin həcmini tapmaq lazımdır. Deməli, 20 dənə səhifədə eyni zamanda mətn də var. Mətn ASCII-də kodlaşdırılıbsa, bir simvolun həcmi 1 baytdır deməli və 2048 simvolluq mətn var. Simvol sayı da bizə 2048-dir, yəni 2 üstə 11-dir. Bu qədər də mətnimiz var. Burada da yenə kilobayta gələndə 2 üstə 10-a böləcəm. 10 ilə 11 gedəcək, sürətdə 2 üstə 1 qalacaq. Nəticə mənə verəcək 2 üstə 1 bu arada. 2 vurulmuş 20-ni, yəni 40 kilobaytdır. İndi ümumi həcm bizdə nə qədər eləyəcək? 320 kilobayt qrafika idi, 40 kilobayt da mətn idi. Ümumi həcm bizdə olacaq bunların cəmi 360 kilobayt. Yəni nəticəmiz buna əsasən Y variantı alınmış olacaq. Daha sonra 83-cü sualda portları istəyir bizdən. LPT portumuzdur, bəli. COM portumuzu PS2 portu. Yadda saxlayın, PS2 portu OS2 əməliyyat sistemidir. Əməliyyat sistemi. CMOS bizdə batareyka hesabına vaxt və tarix tipli məlumatları yaddaşda saxlayan bir qurğudur. FTP fayl protokoldur. TCP IP da nəqliyyat səviyyəsində istifadə olunan protokoldur. Onun üçün bunlar da deyil. Cavab olacaq 1, 2, 5 buna əsasən. Daha sonra deməli, baxırıq bu sual nümunəsinə. Bu da aksesuarit sual nümunəsi. Deyir ki, belə bir əməliyyat yerinə yetirildikdə neçə dənə sorğu ödənər? Deməli, gəlin bir baxaq. Deməli, ad ulduz ə yazılıb. Demək ki, adları içərisində ortasında ə olan adları seçirik buradan. Hansılar olacaq ortasında ə olan adlar? Deməli, Rəvan, Pərvin, Zəhra, olacaq 2, 3, 5. Burada olacaq 2, 3, 5. Soyadı V ilə bitənlər. Baxın, sonda V var. Soyadı V ilə bitən olacaq 2-dir, 3-dür. Olacaq 2, 3. Və indi bunun qabağında not var. Bunu birazdan tətbiq edəcəm. Maaşı 1100-dən az olanlar. Olacaq burada 2, 3, 1100-dən az olan. Heç nə, elə bir qədər. 2 və 3. İndi məsələ nədir? Bax, not var deyə, gəlin bax, notu saxlayaq əvvəl. Bunun nəticəsi nə olur? Toplama deyə bütün sətir birləşir də. Sətir dediyim, yəni bütün qiymətlər birləşir. Olacaq 2, 3 və 5, düzdür? Not 2, 3, 5, 2, 3 yazıram. Buradan not 2, 3, 5 yazılıbsa, demək ki, 2, 3, 5-i götürməyəcəm. Digər qiymətlər götürüləcək. 1, 4 götürüləcək. Olacaq 1 və 4 və 2, 3. Bu da bizə toplama deməkdir. Birləşəcək. Olacaq 1, 2, 3, 4. Demək ki, bu 4 sətir bizim bu şərtimizi ödəyir. Bizə deyir, neçə dənə yazı sorğuya cavab verəcək? 4 dənə yazı. Cavab olacaq bu formada. Daha sonra baxaq digər sual nümunəmizə. Yaddaş qurğularının sürətinin artma ardıcıllığı. Ən sürətli yaddaşımız registr yaddaşdır. Ondan biraz zəifi RAM-dır. Ondan biraz zəifi SSD-dir. Ondan da lap zəifi HD-dir. Cavab olacaq 3, 4, 1, 2 ardıcıllığı. Daha sonra burada üzrü sayın ən artma ardıcıllığı deyirəm. Mən azalma üzrü ardıcıllığı yazmışam. Ən sürətlini ən əvvəldə yazmışam. Üzrü sayın. Burada bizə deyir ki, artma ardıcıllığı. Artma deyirsə, onda çoxdan azdan çoxa getməliyəm də. Onun üçün 2-ni götürməliyəm mən. Sonra 1-i götürməliyəm. Sonra RAM-ı götürməliyəm, sonra da 3-ü götürməliyəm. Bəli, artma deyilsə bu formada getməlidir ardıcıllıq. Üzrü sayın, mən azalma ilə doğru getdim. Ən böyük, bizdə ən sürətlisi registrdir. Onun üçün registri əvvələ yazdım. İndi baxaq bura. Bu faylın uyğun şablonlarını seçməliyik. Tamamdır. Demək ki, bilirik ki, sual işarəsinin yerinə bir simvol olmalıdır. Ulduzun yerinə
bir neçə simvol ola da bilər, heç bir simvol olmaya da bilər. Bunu nəzərə alırıq. Deməli, birinciyə baxsaq, G ilə V-nin arasında bir simvol doğrudur. Amma V-dan sonra nöqtəyə qədər 2 dənə simvol var. Amma burada bir dənə sual qoyulub. Bu səhvdir. Burada G ilə nöqtənin arasında istənilən sayda simvol ola bilər və T, O, X, əla. Bu düpbədüzdür. İndi V-dan əvvəl bir dənə simvol olmalıdır. Düzdür. V-dan sonra isə bizdə 2 dənə simvol olmalıdır. Bəli, ulduzun yerinə 2 dənə sual bilər. Bu da düzdür. Bu olacaq doğru. G ilə Ə-nin arasında 2 simvol doğru, Ə-dən sonra N doğru, D ilə K-nın arasında 2 dənə simvol, bu da doğrudur. Buradan bu nəticəni də götürə bilərik. İndi buna baxaq. Deməli, nöqtədən, güvəndən sonra 3 dənə simvol qoyulub bura. Amma nöqtədən sonra bizdə 4 dənə, genişlənmədə 4 dənə simvol var. Onun üçün elə buradan bu səhv gedir. Burada da V-dan sonra, baxın, bizdə 2 dənə simvol var. Amma V-dan sonra burada bir dənə sual qoyulub. Onun üçün bu da səhvdir bizdə. Cavab olacaq 2, 3, 4. Daha sonra sola düzləndirmə, left, mərkəzə düzləndirmə, centerdə, yox, center A, tam düzləndirmə justify hər iki tərəfdən D. Sağa düzləndirmə də rightdir. Bir dəqiqə, Ctrl-C kopyalayırıq, bir dəqiqə, Ctrl-Y düz qeyd elədim, bəli. Onda 1-ə gedəcək C, 2-yə gedəcək B, 3-ə də gedəcək D. Nəticə olacaq C, B-dir. Daha sonra aşağıdakılardan, əməliyyatlardan sonra alınan nəticəni müəyyənləşdirəyim. Tamamdır. Deməli, 512 onluq ədədi götürülür. Aha, 512 ədədi bizdə onluq say sistemindədir. Bu ədəd ikili say sisteminin ən kiçik 10 rəqəmli ədədi ilə cəmlənir. Ən kiçik 10 rəqəmli ədəd bir yanında 9 dənə sıfır olan ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 3, 6, 9. Yox, deyəsən çox yazdım. 3, 6, 9. Bəli. Burada birini artıq yazmışam sanırım. Bax, bu ədəd bizim ikili say sistemimizdə 10 rəqəmli ən kiçik ədəddir. Bunu onluq say sisteminə gətirsəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yazarım. Yəni, onluq say sistemində bu mənə 2 üstü 9-u verəcək. Bu da olacaq 512 ədədi. Cavab olacaq bizdə yenə 512 ədədi onluq say sistemində. Sanki bu iki ədəd cəmlənir. 512 onluqda. Bunun nəticəsi bizə verəcək 1024 ədədini onluq say sistemində. İlk iki hissəni keçdik. Alınan cəm 16-lıq say sistemində ifadə edilir. Əla. 1024 ədədini onluq say sistemindən gətirirəm 16-lıq say sisteminə. Rahat qayda necədir? 1024-ü 2 üstü 10 kimi yazıram. Bunu 16-lığa gətirmək üçün 2 üstü 4-ü ayırıram. 2 üstü 10, 2 üstü 4 kimi necə yazıram? 4 dəfə 2, 8 vurulmuş 2 üstü 2 kimi yaza bilərəm. Buradan olacaq əmsal 4, yanında 2 dənə 0. Belə bir ədəd alınmış olur 16-lıq say sistemində. İndi alınan ədəd 16-lıq say sistemində belə bir ədəd ilə cəmlənir. Aha, tamamdır. 400 ədədinin üzərinə C00 ədədini gəlirəm. Aha. Və nəticə 16-lıq say sistemində qeyd edilir. Tamamdır. Bunu 16-lıq say sistemində toplayanda nəticə necə olacaq? Bu 00, C bizdə neçədir? A, B, C, 10, 11, 12-dir. 12-nin üzərinə 4 gələndə 4 2 eləyəcək 16. 16-dan mən bir dənə 16 çıxacam, 0 yazacam. 1 yadda, 1 daxacam əvvəlinə. Nəticə bizdə olacaq 1000 ədədi 16-lıq say sistemində. Daha sonra deməli, burada bizdən Miryosif və Railin nə qədər xərclədiyini və ümumilikdə alınan məhsulun qiyməti soruşulur. Aha. Deməli, Miryosif buradadır, Rail haradadır, bəs Rail də buradadır. Aha. Müştərinin ID'si 2 və 6 olmalıdır. 2 buradadır. Birinci başlayaq Miryosiflə. Deməli, 2 buradadır, məhsulun ID'si 3-dür. Məhsulun ID'si 3 haradadır? De, baxın, buradadır. Qələmi alıb, qələmin qiyməti 2-dir və qələmdən 5 dənə alıb. 5 dəfə eləyəcək 10. Daha sonra 2 bir də harada var? Burada var. Məhsul ID'si 5. Məhsul ID'si 5 çantadır. Çantanın qiyməti 20 manatdır və bundan 4 dənə alıb. 4 dəfə eləyəcək 80. Daha sonra bu bizə elə verir 100 manatı da. Buradan alıram 100. 100 nədir? 90. Buradan alıram 90. İndi Miryosif tapdıq. İndi gəlin Railə baxaq. Railə baxsaq, Railin müştəri ID'si 6-dır. 6-nı harada görürük biz? 6-nı görürük burada. Deməli, məhsul ID'si 4 olan bir məhsul alıb, yəni silgi alıb, qiyməti 2 manatdır və silgidən 5 dənə alıb. Deməli, 5 dənə 2 eləyəcək 10. Üzərinə gəlinmiş, bir də 6 burada var. 6, deməli, məhsul ID'si 5-dir. 5, bu da çantanı alıb, çantadan 6 dənə alıb. Birinin dəyəri 20 manatdırsa, 6-sının dəyəri eləyəcək 120 manat. Bu da bizə verəcək 130 manat. Demək ki, Miryosif 90-dır, Rail 130-dur. Bir də bizdən nə soruşulur? Ümumi məhsulun dəyəri. Yəni, bütün hamısının qiyməti soruşulur, yoxsa necə?
Hər birinin nə qədər xərclədiyini müəyyən edin. Ümumi məhsulların dəyəri. Onda hamısının bir yerdə dəyərinə baxaq da, yoxsa necə? Yəni bütün məhsulların dəyərini hesablamalıyıq. Onda hamı üçün hesablamaq lazımdır. Əsasən ümumilikdə alınan məhsulun qiymətini və Miryosif və Rahelin hər birinin nə qədər xərclədiyini. Onda gərək hər kəsin adına ayrı-ayrı baxaq, yoxsa necə? Bax, mütəllibdən başlasaq, mütəllib harda görürük? Biz bir dənə birdə görürük. Yəni ümumi qiymətə baxacaq da burada. Bax, bir dənə birdə görürük bunu. 5-i alıb 5-dən 2 dənə. 5 çantadır. 20-dən 2 dənə alıbsa bu olacaq 40. Mütəllibi qoyduq qırağa. Bu getdi. Miryosefi tapmışıq. Arif. Arif 3-dür. 3-ü biz harda görürük? 3-ü görmürük. Arif almayıb. Əla. Davud. Davud bizə 4-dür. 4-ü görmürük. Burada çox sevinirik. 5 Mirzədir. Mirzə də buradadır. 5 də buradadır. 5 bizdə məhsul aidisi 2 olan məhsuldan 2 dənəsini alıb. Yəni kitab 15-dir. Bundan 2 dənəsini alıbsa, demək ki 30 da bu xərcləyib. Mirzə də getdi. Gəldi Zaur. Zaur da 7-dədir. Burada da bu məhsul aidisi 6 olan məhsuldan 10 dənə alıb. 6 bizdə karandaşdır. Biri 1 manatdırsa onu eləyəcək 10 manat. Deməli, 407 bir də buradan eləyəcək 80. 80 məhsul digər şagirdlərdən gəldi. Və 91-indən gəldi, yəni Miryosifdən. 130 da o birisindən gəldi. Bunun nəticəsi eləyəcək 8, 3, 11, 9 da buradan 20, 1 də 2 də yadlıdır, eləyəcək 3. Demək ki, ümumi məhsulun dəyəri 300-dür. Miryosifin xərclədiyi 9-andır. Rahelin xərclədiyi 130-dur. Nəticə olacaq, ümumilikdə 300, Miryosif 90, Rahel 130. Belə bir nəticə alınmış olacaq. Baxırıq belə bir sual nümunəsinə. Hər bir istifadəçi üçün rəqəmləri müxtəlif 3 rəqəmli şifrə yaradılmışdır. Aşağıdakı şərtlərə əsasən şifrələrin mümkün sayını müəyyən edin. Deməli, birinci rəqəmi cütdür. Deməli, 3 rəqəmi deyirsə, 3 dənə oyuğumu çəkirəm. Birinci rəqəmi cütdür deyirsə, bizim əlimizdə nə qədər variant var? 0, 2, 4, 6, 8, 0 da qoya bilərsiniz, çünki şifrə yaradırsınız, ədəd yox. İkinci və üçüncü rəqəm təkdir. Bura üçün 1, 3, 5, 7, 9, bura üçün də 1, 3, 5, 7, 9 variantımız var. İndi ikinci və üçüncü rəqəmin cəmi birincidən böyükdür deyir. Bu durumda, bax, misal üçün 0 ilə başlayanların sayını tapsam və ədədin rəqəmləri təkrarlanmamalı dediyinə görə mən nə edəcəm? Bax, buradan deyək ki, 5 variant götürürəmsə, buradan bir vahid azalıb götürməliyəm. Yəni 5 vurulmuşdur, 20 dənə variant götürəcəm. İndi 2 ilə yola çıxıram. 2 ilə yola çıxsam bizdə nə qədər eləyəcək? Bax, yenə buradan 5, buradan 4 götürəcəm, olacaq bizdə 20 variant. 4 ilə yola çıxsam, 4 hansı ədədlərin burada cəmini verər? 1 ilə 3-ün və 3 ilə 1-in, düzdür? Burada 2 dənə variant olur. 20-dən 2 çıxacam, qalacaq 18 dənə variant. İndi buradan 6 ilə başlayanlar. 5 ilə 1-in cəmi, 1 ilə 5-in cəmi. Burada qalacaq 16 dənə variant və 8 ilə başlayanlar. Yəni dediyim 8 olanlar da, ilk rəqəmi 8 olanlar, belə deyim. Bizdə olacaq 3 ilə 5, bir dəqiqə 3 ilə 5, 5 ilə 3, 1 ilə 7 və 7 ilə 1. Bu durumda burada da 4 gələcək. Qalacaq bizdə 12 variant. Demək ki, 20, 20, 18, 16, 12. Bunların cəmi 8, 6, 14, 2 buradan 16, 2, 4, 5, 6, 7, 8. Cavab eləyəcək 86. Bu qədər. Sağ olun, Allah amanında.